İzləyicilərimizə velosiped alarkən 5 vacib nə məsləhət görərsiniz? Birincisi onların keyfiyyətinə məsləhət görərdim. Çünki velosiped keyfiyyətli olanda daha uzun müddətli olur, daha keyfiyyətli olur, daha necə deyim, ustaya, servizə az müraciət olunur. İkinci məsləhətim isə, əgər alüminium alırlarsa, daha çox çəkili insanlar onu sürə bilməz. Məsələn, 100, 110, 120 kilolu insanlar onları idarə edə bilməz. Məsələn, bizdə velosipedlər var ki, Velostream'dir. 4 kat disklərə malikdir bu öz yerində. Həmən o velosiped 120 kilo, 125 kilo çəki götürmək qabiliyyətinə malikdir. Bu günlərim isə bizə gələn oxların hamısı qalın oxlarla gəlir. Məsəl üçün bu velosiped. Bu velosipedi təbii ki 120 kilo çəki götürə bilməz həyatı boyu. Daha arıq, daha nətər deyim, elegant, daha belə necə deyim, münasib çəkili insanlar idarə edə bilər. Üçüncü məsləhət gördüyüm isə ikisi getdi, qaldı 3 dənə. Üçüncü məsləhət əsasən ötürücü deyilən bir şey var. Məsələn, bu dəqiqə Zay ötürücülər var. Shimano'lar daha keyfiyyətlidir, daha uzun müddətlidir, daha necə deyim, ələ yatımlıdır, bu öz yerində. Əlavə ikisi isə insanın sürməyindən çox şey asılıdır, deyim sizə belə. Məsəl üçün, adam var ki, velosipedi 5 il sürür, adam var 5 ay sürür, adam var 5 gün sürür. Yəni, o dəmir yiyənsənsə, zaten onu 5 günə həll eləyib gedəsən. Və belə. Və siz də azmal azı seçərək tək şəxsiyyət vəsiqəsi ilə kredit əldə edə bilərsiniz. Çatdırmalarınız da tamamilə pulsuzdur. Velosiped keyfiyyətinin tək ünvanı azmal azdır. Yolunuzu gözləyirik inşallah.